Assalamualaikum dostlar. Bugün sizlərlə birlikdə bu hesabı belə super vəziyyətə gətirəcəyik sizlə bir yerdə uşaqlar. Yəni hesab tay fullənəcək də 2000 kasa olacaq hesabın içində uşaqlar. İnanmayanlar yəni videonun axırına qədər baxıb inana bilər. Yəni keçək uşaqlar videomuza. İlk öncəliklə mən sizə dediyim proqramları yükləməlisiniz uşaqlar. Bax, telefonun öz ayarları, yəni ayarlar hər kəsdə olmalıdır da. Hər kəsdə olmalı deyəndə hər kəsdə var. Sonra Suzuki-ni Play Store-dan yükləyərsiniz. Free Fire-in özünü mən sizə link qoyacağam, oradan yükləyin. Yəni çox adam gedir Play Store-dan yükləyir Free Fire-ı. Yəni olmaz uşaqlar, öz hesabınıza salmayın, ban yeyər. Yəni sonra Oxybon'da yükləyirsiniz. Oxybon'u mən sizə link qoyacağam, oradan yükləyərsiniz. Məsələn deyəndə uşaqlar, bu Free Fire-la Oxybon'u mən sizə link verəcəm, yükləyərsiniz uşaqlar. Amma bu Suzuki-ni Play Store-dan yükləyin. Link verməyəcəm, yəni Suzuki-ni Play Store-dan yükləyin. Gəlsiniz birinci olaraq telefonun ayarlarına. Ayarlardan uşaqlar telefon haqqındaya basırsınız. MIUI sürümünə 7-8 dəfə basırsınız uşaqlar. Mən basmışam deyə gelişdirici seçenəkləri məndə var. Ondan sonra uşaqlar tez getdim, bir dəqiqə bağışlayın. Ek ayarlara gəlsiniz. Gelişdirici seçenəklərinə gəlsiniz. Buradan USB hata ayıqlamasını açırsınız. Buradan kablosuz hata ayıqlamasını hərək açmayın, mən açmışam deyə. Bu ikisini də açırsınız, bax bu ikisini də. Yəni USB hata ayıqlaması, USB hata ayıqlama güvənlik ayarları, bir də USB üzərindən yüklə. Onların üçünü açırsınız, çıxırsınız. Gəlsiniz uşaqlar Suzuki-yə. Gözləyim. Məndən silim bunları. Gəlsiniz Suzuki-yə uşaqlar. Sizi belə bir ekran qarşılayacaq. Mən qoşulmuşam deyə bir də yoxlayacağım sizinlə. Buradan gəlsiniz eşitdiriliyor. Gelişdirici seçenəklərinə gəlsiniz. Baxın, buradan gəlsiniz uşaqlar. Kablosuz hata ayıqlamasını açırsınız. Üstünə bir dəfə tıklayıb bura gəlsiniz uşaqlar. Bu kodu yuxarıya yapışdırmaz. Gözüm də mən unudum bunları. Sizlə bir yerdə eləyəcəm. Buna bastınız. Eşleşdirmə kodu. Deməli uşaqlar, baxın 596-415-də bizim kodumuz. Bunu bura gəlib yazırsınız. Neçə idi? 596-415. 596-415. Eşleşdirmə başarılı. Gördünüz uşaqlar, Suzuki-yə qoşulduq. Sonra çıxırsınız, gəlirsiniz, başlata basırsınız. Bizi yenə bura atır. Yenə çıxırsınız. Başlata basırsınız. Çünki mən eləmişəm uşaqlar, mən eləmişəm deyə çalışır. Yəni siz burada başlata basan kimi sizə 3 saniyə verib başladacaq. Gözləyim bir dəqiqə. Kablosuz hata ayıqlamasını təzədən belə açıram. Baxın, gördünüz uşaqlar, 3 saniyə verdi. Qoşulduq, Suzuki çalışıyor deyir. Yəni buradan sonra çıxırıq. Gəlirik Oxyboya. Oxyboya gəlsiniz uşaqlar. Oxyboya gəlmirsiniz. Daha doğrusu. Free Fire özünə girirsiniz. Bir dəqiqə gözləyim, mən hiləni eləmişəm deyə hilə orada qalıb. Hiləni option belə silim. Tüm veriləri təmizlədim. Buradan da bunu silib təzədən giririk Free Fire'ımıza. Free Fire'ımız açılsın uşaqlar. Gördüyünüz kimi uşaqlar açıldı. Mən indi buradan ya müsafirdən keçə bilərsiniz, ya da daha fazladan belə Google-la giriş eləyə bilərsiniz. Mən Google-la giriş eləyəcəm deyə uşaqlar Google hesablarım görsənəcək. Ona görə də giriş edeyim, gəlin. Dostlar, giriş elədim, gəldim. Burada indi bizim ad istəyir. Takma adımıza ne yazaq? Biz takma adımıza FF0 yazırıq. Bu olmayacaq 100%, çünki qoyublar bu adı. X. Görək belə olacağı da. Şöyle gördüyünüz kimi belə oldu. Emektara basırsınız. Bize buradan devam et deyir. Uşaqlar devam etə basırsınız.
İndi müziği almaq lazımdır. Dən müziği alaq uşaqlar yuxarıdan. Səsə girirsiniz, müziği alırsınız. Ayda, gör bizi haratır. Müziği alsınız, səs effektlərini də alırsınız. İndi alacaq özü. Oyun açılmayıb deyə almırdı uşaqlar. Öz profilinizə girirsiniz uşaqlar, profilinizə. ID-nizi kopyalayırsınız, oyundan çıxırsınız. ID-nizi kopyalayan kimi oyundan çıxırsınız. Bəli dostlar, ID-nizi kopyaladıqdan sonra, oyundan çıxdıqdan sonra gəlirsiniz Ox2-ya. Baxın, sizdə hamısı belə olacaqdır, baxın. Free Fire da oldu, Suzuki də qoşulub. Buradan Start Patching-ə basırsınız. Ücə axırlara gəlirik. Bundan sonra da bir dənə bir şey eləyəcək, ondan sonra gəlib şəf eləyə bilərsiniz. Gördüyünüz kimi hiləni ücə yatırır, patching edir hiləni. Yəni çox super hilədir, amma oyuna girməyə olmur. Oyuna girirsiniz, ban verir uşaqlar. Elə belə lobbydə kef eləmək üçün də belə ifadə falan çəkirsən. Oyuna nə gəlibsə hamısı şeydə var. O serverdə var. Baxın, deyək ki, patch applet successfully. Yəni qoşuldu uşaqlar. Buradan gəlsiniz, ID waitlist website-ə basırsınız. Buradan uşaqlar sizi belə bir yerə atır. Belə bir yerə atandan sonra uşaqlar gəlsiniz, ID-nizi yazırsınız bura. Baxın, reklam verir sizə. Reklam verəndən sonra təzədən çıxıb özünüzü atırsınız bura. Buradan uşaqlar baxın, ID-mizi yazırıq. ID-mizi yazdıq, kopyaladığımız ID-ni yazırıq. Save-ə basırıq. Reklam verir. Bir dənə də save-ə basırıq. Hazırdır uşaqlar. Buranı da silib Free Fire-ımıza giririk. Free Fire-ımız açılandan sonra uşaqlar gedin, nəyiniz var, nəyiniz yox, işlədə bilərsiniz də. Bütün AK desənləri, MP40, bütün evolar var uşaqlar. Bu yolla eləyə bilməyənlər üçün baxın uşaqlar ağ hatası verir. Görürsünüz, ağ hatası verir. Bu nə qədər belə çox versə də uşaqlar siz zorlayın tuşlar demişkən. Əgər belə çox gəlirsə, olmursa oyundan təzədən çıxın, təzədən girin. Buradan gəlirsiniz bura, silirsiniz, təzədən girirsiniz. Yəni girmirsə mənim dediyim yöntəmdən eləyin, uşaqlar girəcək. Baxaq görək. Ağ hatası verir. Görürsünüz uşaqlar, elə ancaq ağ hatası verir. Baxın, belə bir yer gəlsə açılacaq uşaqlar. Gördünüz, başqa bir şey gəldi. Baxın, görürsünüz. Gördünüz uşaqlar, bax, biraz donma oldu. Serverdə yəni elə bilirəm uşaqlar, deyəsən çox adam var, ona görə belə donmalar olur. Gördünüz, adımız da aşağıda gəldi. Açılır. Yəni o ucu Pony'dəki kimi uşaqlar beləcə açılmır. Səviyyəmiz 99 səviyyə, elmaslarımız da yerində. Belə görürsünüz, açılmaya bilər, biraz açılmır. Amma yavaş-yavaş açılacaq. Gözün açılsın. Açılması hardasa 10 dəqiqə çəkə bilər uşaqlar. Baxın, məndə çox tez açıldı. İndi ayaqqabıları falan da açılsın. Şalvarı falan da açılsın. Baxın, yavaş-yavaş açılır. Aha. Gözümüz də açıldı, saçımız da açıldı, şalvarımız da açıldı. Bir dənə yumruğumuz qaldı deyəsən. Yumruğumuz da açılsın uşaqlar, girək kasamıza. Yəni internetinizlə bağlı bir şey deyil uşaqlar. Yəni server belə nə bilim, biraz qatı serverdir. Ona görə də paltarı falan gec aça bilər. Kasaya girim də sizin üçün. Kasamız açılsın uşaqlar.
Baxın uşaqlar 2K köynək var, 2K köynək. Bax. Bunların hamısında kuşanmaq olur uşaqlar. Yəni hansını kuşanmaq istəyirsiniz kuşanın. Baxın uşaqlar. Baxın gördünüz. Yəni çox super serverdir. Yoxlayırsınız, yoxlayın uşaqlar. Qəşəng serverdir Allah haqqı. Çox adam soruşurdu ki, necə eləmək olar? TikTokdan da yazırdılar. Buyurun uşaqlar, belə eləmək olar. Gedin keyf edin uşaqlar. Bunu mən vermişəm sizə uşaqlar. Yəni keyf eləyə bilərsiniz. Oyuna nə gəlibsə uşaqlar hamısı var. AK desenimiz açılmayıb hələ ki. Gəlib bir dənə yumruq kuşanlıq. Hanı yumruğumuz? Bunu bir dənə kuşanaq bura. Все uşaqlar. Videomuzun axırına gəldik uşaqlar. Dostlar, özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın. İfadələr göstərmədim. Gözün açılsın, ifadələr də göstərin. Boş getməyək. Bunları bir dənə indirək, ifadələri də göstərək. Bunu da indiririk. Bunu da indiririk. Bunu da indiririk uşaqlar. Baxın. İfadələr də özüddə qaqa. Hər şey var da qaqam burada. Valla. Yəni bura girməyənin ağlı yoxdur. Nəysə səhvliyi getsə, uşaqlar sizdə səhvliyi falan olsa yaza bilərsiniz yorumlarda. Hamınızın yorumlarına cavab verəcəm. Bax sözüm söz qaqa. Hamınızın yorumlarına cavab verəcəm. Təki siz uşaqlar keyf edin də. Təki siz bu serverə girə bilərsiniz. Əlimdən gələn eləyirəm uşaqlar sizin üçün. Bir dənə abunə ol tuşuna basıb like atmağı unutmayın da uşaqlar. Çox çətin iş demirəm ki sizə. Bir dənə abunə olasınız, like atasınız. Nəysə uşaqlar, çox uzatmadan videomuzu bitirək. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın uşaqlar. Gələn videoda görüşərik.